Herkese selam, kanalıma hoş geldiniz. Bugün 9-cu siniflər üçün olan Dimtest Topludan 5-ci mətnin ətraflı izahına birlikdə baxacağıq. İzahlara keçmədən öncə qeyd etmək istəyirəm ki, 8, 9, 10 və 11-ci siniflərlə hazırlıq qruplarımıza qeydiyyat davam edir. Dərslər haqqında ətraflı məlumat almaq və yaxud da dərslərə qoşulmaq üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz. Mətnin özünü və tərcüməsini ekranın sağ tərəfində paylaşacağam. Eyni zamanda mətnə keçmədən öncə mətndə verilmiş bütün sözlərin tərcüməsini və transkripsiyasını da ekranda paylaşacağam. Tövsiyəm bu yöndədir ki, əgər bazanız zəifdirsə və yaxud da ümumiyyətlə yoxdursa, verilmiş sözləri öyrəndikdən sonra mətni işləməyə çalışasınız. Birinci sualımızda mətnin haqqında olduğu soruşulur. A variantı nəsli kəsilməkdə olan ayıların qorunması, B variantı ən sürətli heyvanların növləri, burada sadəcə bir heyvanı olan ayılardan söhbət gedir. D variantı ağ ayıların qidalanma vərdişləri sadəcə kiçik bir hissədə qeyd olunur. E variantı yenə də burada heyvanlardan yox, sadəcə bir heyvandan söhbət gedir. Doğru cavabımız C variantı ayıların xarakterik xüsusiyyətləri. Mətnin əvvəlindən sonuna qədər ayıların xüsusiyyətlərindən danışılır. İkinci sualımızda doğru olan variantın tapılması istənilir. A variantı ayılar uzun məsafələrə üzərkən tez-tez dincəlirlər, əksinə tez-tez dincəlmirlər. B variantı ayılar artıq çəkili olduqları üçün yavaş qaçırlar, əksinə sürətli qaçırlar. C variantı ayılar nəsli kəsilmək təhlükəsi altında deyillər. Əksinə, nəsli kəsilməkdə olan heyvanlar sırasındadırlar. D variantı Kanada əksər ağ ayıların yaşadığı yerdir. Bu doğru cavabımızdır. E variantı ayılar diqqətlə saxlanılsa daha uzun yaşaya bilməzlər. Lakin əksinə daha uzun yaşaya bilərlər. Üçüncü sualımızda verilmiş sualın cavabının tapılması istənilir. Ayıları itlərdən daha yaxşı edən nədir? Doğru cavabımız B variantı. Ayıların qoxu hissi mükəmməldir. Dördüncü sualımızda cümləni mətnə uyğun olaraqdan tamamlayın. Hər ayı növünün öz yemək vərdişi var və yeməyi üstün tutduqları yeməklər var. Suiti yemək vərdişi və yaxud da eyni sağlam pəhrizlər yoxdur. Ən çox qarışdırılan məsələlərdən biri olduğu üçün xüsusi qeyd etmək istəyirəm ki, suiti yemək vərdişləri burada qeyd olunur ki, ağ ayıların əksəriyyəti suitilər yeyir. Hər bir ayı növünə aid deyil. 5-ci sualımızda yanlış olan variantın tapılması istənilir. Bütün ayı növləri eyni pəhrizə malikdirlər. Bütün sözü varsa %99% səhvdir. Eyni zamanda burada da eyni şəkildə götürülür ki, bütün ayı növlərinin eyni pəhrizi yoxdur. İkinci cümləmiz doğrudur. Ayılar əşyaların rənglərini tanıya bilir. Üçüncü cümləmiz yanlışdır. Ayılar nə bitki, nə də həşərat yeyir. Əksinə olaraqdan bu mətnimizdə qeyd olunub. Dördüncü doğrudur. Dırmaşmaq ayıların yaxşı olduğu qabiliyyətdir. İndi isə 6-cı mətnimizə keçid edək. Mətnimizin yenə də tərcüməsi ekranın sağ tərəfində verilib. Detallı şəkildə təhlilə keçmədən öncə eyni zamanda sözlərin tərcüməsinə də baxaq. Birinci sualımızda mətnimiz nədən danışır? A variantı Arizonadakı yerli Amerika qəbiləsi. Həqiqətən də bu Hopi xalqından danışırdı. Doğru cavabımız A variantıdır. B variantı bitki və heyvanların ruhları. C variantı Hopi xalqının dini. D variantı Arizona xalqının bayramları. E variantı qaçinaların ənənəvi rəqsləri. Bunların hər biri yanlış variantlardır. Ən ümumi doğru variantımız A variantıdır. İkinci sualımızda doğru olan variantın seçilməsi tələb olunur. A variantı ilan rəqsi əllərində ilanlar ilə ifa olunur. Əllərində yox, ağızlarında ilanlarla rəqs edirdilər. B variantı yanlışdır, yay çox isti, qış isə şaxtalıdır. C variantı yanlışdır, çay boyunca şəhərlərdən bəhs olunmur. E variantı yanlışdır, əksinə adət-ənənələrini qoruyurlar, lakin burada isə qorumadıqları qeyd olunur. Doğru cavabımız D variantı. Hopilər müxtəlif növ heyvanlar yetişdirirlər. İkinci abzasda bizə qeyd olunur ki, onlar qoyun, keçi və malqara yetişdirirlər. Üçüncü sualımızda qeyd olunur, hopilərin müasirləşməsini nə göstərir? Hamısı ənənəvi həyatla bağlıdır, müasirliklə bağlı deyil. Müasir cihazların istifadəsi. Mətndə deyilir, onların bir çoxunun telefonu, radiosu və televizoru var. Doğru cavabımız A variantı. Dördüncü sualımız cümləni tamamlayın. Hopilər bütün dünyaya fayda vermək üçün adət-ənənələrini və mərasimlərini qoruyurlar. Doğru cavabımız A variantı. Bütün dünyaya faydalı olmaq üçün. 5-ci sualımızda yanlış olan variantın tapılması istənilir.
Birinci doğrudur. İlan rəqsi hər il keçirilən məşhur Hopi ritualıdır. 2 yanlışdır. Hopi qəbiləsi Arizona səhralarında 20 kənddə məskunlaşıb. Mətndə 12 kənd qeyd olunur. 3 də eyni zamanda yanlışdır. Xaçinalar Hopi qəbiləsi tərəfindən ifa edilən vacib rəqslərdir. Xaçina rəqs deyil, ruhlardır. Dördüncüsü doğrudur. Hopilər torpaqlarına qayğı göstərirlər, çünki onları müqəddəs hesab edirlər. Beləliklə, yanlış variant istənildiyi üçün doğru cavabımız 2 və 3. 7-ci mətnimizə keçid edirik. Birinci sualımızla başlayaq. Mətn əsasən nədən bəhs edir? Mətnin hər iki abzası Holi festivalı ətrafında qurulub. Onun mənası, simvolizmi, istifadə olunan rənglər, rənglərin mənası, festivalın əfsanəsi və s. bunlar haqqında danışılır. Demək ki, doğru cavabımız B variantı məşhur Hind festivalı, yəni Holi festivalı. A variantı tozun hazırlanması sadəcə bir cümlə ilə ifadə olunub. C variantı rənglərin mənaları bir hissədə danışılır. Krishna yalnız ikinci abzasdadır. E variantı təbiətin oyanması isə əlavə bir fikrimizdir. İkinci sualımızda doğru olan variantın tapılması istənilir. A variantı yanlışdır. Yaşıl yaz və yeni başlanğıc deməkdir. Variantımızda isə rifah və xoşbəxtlik olaraqdan qeyd olunub. B variantı yanlışdır. Əslində dərisindən utanırdı. Burada isə xoşuna gəldiyi qeyd olunub. C variantı yanlışdır. Festival qədimdir, yeni deyil. E variantı yanlışdır. Qırmızı sevgi və bərəkət deməkdir. Burada isə ölən insanları əks etdirdiyi qeyd olunur. Demək ki, doğru cavabımız D variantı. Holi festivalı şəhər üzərində qələbəni simvollaşdırır. Üçüncü sualımız mətnə görə cümləni tamamlayın. Mətndə deyilir, insanlar mahnı oxumağın və rəqs etməyin uzun qış günlərindən sonra bədənin oyanması üçün yaxşı olduğuna inanırlar. Bu səbəbdən də doğru cavabımız B variantı. Oxumaq və rəqs etmək yaxşıdır, soyuq günlərdən sonra bədəni oyandırmaq üçün. Dördüncü testimizdə sualın cavabını tapmaq tələb olunur. Krishnanın anası ona nə məsləhət gördü? İkinci abzasda açıq şəkildə qeyd olunur ki, anası ona üzünü boyamağı tapşırdı. Doğru cavabımız B variantı. Beşinci testimizdə yanlış olan variantın tapılması istənilir. 1 doğrudur. Hər rəngin fərqli mənası var idi. 2 yanlışdır. Bütün hindlilər bazarlardan rəngli pudra alırlar. Ümumiyyətlə bütün sözü varsa, demək ki 99% bu hissəmiz səhvdir. Mətndə deyilir ki, bəziləri alır, bəziləri isə özü hazırlayır. Üçüncü də yanlışdır. Rəngli ətirli pudra qışın başlanğıcını göstərir. Əksinə yazın gəlişini təmsil edir. 4 doğrudur. İnsanlar pudranı özləri hazırlaya bilirlər. Mətndə qeyd olunur ki, güllərdən istifadə edərək hazırlayan vardır. Videonu bəyəndinizsə və ardının gəlməsini istəyirsinizsə, videonu bəyənib kanala abunə olaraqdan şərh yazmağı unutmayın.